Azərbaycan Texnologiya Universiteti İnnovasiya Mərkəzi təqdim edir. Kompüterin yaranması insanın məlumatı daha sürətli hesablamaq ehtiyacından doğdu. İlk mərhələdə sadə mexaniki qurğular, məsələn abakus, yalnız sayma əməliyyatlarını yerinə yetirirdi. Zamanla bu ehtiyac daha mürəkkəb hesablamalara çevrildi və 19-cu əsrdə analitik maşın ideyası ortaya çıxdı. Bu, proqramlaşdırıla bilən ilk mexaniki sistem anlayışı idi. 20-ci əsrdə elektronikanın inkişafı ilə kompüterlər tamamilə yeni mərhələyə keçdi. İlk elektron kompüterlər vakuum lampaları ilə işləyirdi və böyük ölçülü, yüksək enerji sərf edən sistemlər idi. Daha sonra tranzistorların kəşfi ölçünü kiçiltdi, sürəti artırdı və etibarlılığı yüksəltdi. İntegral sxemlər və mikroprosesorlar isə kompüteri bugünkü kompakt və güclü formaya gətirdi. Kompüterin işləmə prinsipi sadə, amma çox güclü bir ideyaya əsaslanır. Məlumatların ikilik sistemdə, yəni 0 və 1-lər şəklində təmsil olunması. Prosesor bu məlumatları ardıcıl əmrlər əsasında emal edir, yaddaş isə həmin məlumatları saxlayır. Proqram təminatı isə bu prosesə istiqamət verərək kompüterin hansı əməliyyatları yerinə yetirəcəyini müəyyən edir. Bugün kompüterlər saniyədə milyardlarla əməliyyat icra edərək süni intellektdən tutmuş gündəlik istifadə tətbiqlərinə qədər hər sahədə istifadə olunur. Onların əsasında duran prinsip isə dəyişməz qalır. Məlumatı qəbul etmək, emal etmək və nəticə kimi təqdim etmək.